Bu günləri biz sevinirik, şad günümüzdür. Ne üçün? Doğrudan da hər ikisi bizim üçün əzizdir. Həm dini bayramımız, həm də milli bayramımız. Eyni günə düşüb. Belə deyirlər 33 ildən bir, 32, 33 fərq eləmir. 33 ildən bir düşür bunlar üst-üstə. Qərinə deyirlər. Bir qərinə də 33 ildir. Gəlir düşür üstə. Çox gözəl olur da. Çünki bilirsiniz, milli mənəvi dəyər, dini dəyəri tamamlayır. Dini dəyər də milli mənəvidir. Bunlar ikisi də bir-birinə bağlanır. Bu vəhdət təşkil edir. Bu həm insanın milli kimliyi, din onu əhsən deyir ona. Din əzəmət sayır onu ki, bağlansın. Ona görə də misal, amma şərti var. Bizim milli adət ənənələrimiz bugünkü günlərdə, bugünkü illərdə təhrif olub çox qaydalar. Buna hamısını bilir. Amma din tərəfdən də, elm tərəfdən də, ənənə tərəfdən də 3 dənə şərti var ənənəni keçirməyin bayramı. Birincidir ki, bu bayramı biz keçirdəndə görək dinə zidd orada bir şey olmasın. Yəni ki, mövhumat olmasın, xurafat olmasın, bəli, şirk olmasın. Orada bayramdır, orada xurafat, mövhumat, orada elə bir bayram özü milli bayramdır Novruz var. Amma orada elə bir hərəkətlər var ki, güya qaydalar bayramda, o insanın milli mənəvinə ziddir. Yəni ki, ziyandır. Novruz bayramında çıxırlar qulaq falına. Gedib başqasının evində dayanır, pəncərəsində qulaq asır ki, bu günahdır. Başqasının söhbətinə məhrəm var, naməhrəm var. O haqqındasdır. Özü də bunun o bir tərəfi də var. O cürdə, o bu cürdür ki, yəni ki, bir insan o günü çıxsa evindən, düşsün yola getməyə. Bir cəmaat danışır da, stansiyada danışır, həyətdə də səslər eşidirsən gedə-gedə. Yəni qulağıma birinci ne ses gəlsə, sən hələ fal qulağın odur. İnsanları bir-birinə doğma eləyir. Ərk eləyirsən, tanımadığın qapını da yeyib açırsan ki, mənə deyirsən pay verginlər. Bu yaxşı şeydir, yəni ki, bu bayramın xatirinə insanlar gəlirlər doğma olurlar. Gözəldir. Amma birinci şərti oldu ki, dinimizdə o xurafatlar olmasın. Sonra ikinci şərti nədir? İkinci şərti budur ki, bizim ənənə bayramlarımız heç vaxt bağlılığı olmasın biganələrə, əcnəbilərə. Bizim öz milli atributlarımız var, mentalitetimiz var bizim. Ancaq xarici ənənələr bizə lazımdır. Əcnəbilərin o qayda qanununa gedib bağlılıq olmasın. Görürsünüz, Qur'an-ı Kərimdə ayə nazil oldu Peyğəmbərə ki, Beytül-Müqəddəsdən qiblə dönsün Kəbəyə. Ne üçün? Səbəbi budur ki, İslamın, müsəlmanların müstəqilliyini bərpa edir ki, müstəqilliklər heç kimə asılı olmasın, biganələrə tərəf olmasın. Əleyhisselam buyurur ki, Allahın qulu ol ginə, azad yaşa ginə, başqasının qulu olma, Allah səni azad yaradırdı. Bizim ənənələrimiz də azadlığa xidmət eləməlidir. Üçüncü də budur ki, hər bir ənənədə əgər Allah, Peyğəmbər iyi gəlirsə, yəni ətir gəlirsə, o ənənə bəyənilmişdir. Amma fisk olsa, ficil olsa, fesad olsa, ondan uzaqlaşır. Ənənələrimizdə Allah ətiri gəlsin, Peyğəmbər ətiri gəlsin, ilahi rəngə bürünün ki, belə bir neyməti Allah sizə bəxş edir.